وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Elhamdülillah ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu sallallahu aleyhi ve sellem. Əziz dostlar, əziz izləyicilər, hamınız uca Allahın salamı və İslamın təhiyyəti ilə salamlarım. Esselamu aleykum və rahmetullah. Bugünkü görüşümüzdə sizlərə bir çox dərslərimizin altında yazılan bir komment barədə açıqlama verəcəm. Həmin o kommentdə adətən bu məzmunda yazırlar. Cəmaət ana bətnində uşaq əməliyyatı eləyir, bunlar isə hələ filan şeydən danışırlar. Cəmaət kosmosda filan işlər görür, bunlar hələ də dindən və yaxud da bu kimi şeylərdən danışırlar. Bəziləri yazırlar ki, indi sənaye inqilabında dünya böyük bir sıçrayış eləyib, bunlar isə hələ filan şeylərdən danışırlar. Əzizlərim, o dediyiniz fənlər kimin sahəsidirsə, gedin onları qınayın. Əgər bizim ölkəmizin və yaxud da dünyadakı müsəlmanların təhsildə geridə qalmışlığı varsa, bu nə müsəlmanların, nə də İslamın günahı deyildir. Bu işdə məsuliyyət daşıyan insanların günahıdır. Əgər tibbdə hər hansı bir geridə qalmışlıq görürsünüzsə, ona görə həkimləri və təhsili qınaya bilərsiniz. Heç də dini və dindarları qınamağa haqqınız yoxdur. Mənim sahəm və yaxud da mənim kimi digər ilahiyyatçilərin sahəsi dini və dinin əhkamların insanlara təbliğ etməkdir. Əgər sənin sahən mühəndislikdirsə, o zaman sən öz sahənə cavabdehsən və bu barədə cəmiyyətə, xalqa, millətə, dövlətə hansı tövhələri vermisənsə, ona görə fəxr eləyə bilərsən, verməmsənsə də özünü və yaxud da öz həmkarlarını qınaya bilərsən. Mən öyrəndiyim sahə ilahiyyətdir. Mən tibbdən danışmağa ixtiyarım yoxdur. Mənim siyasətdən danışmağa ixtiyarım yoxdur. Mənim fizikadan, kimyadan və yaxud da digər dünyavi elmlərin fənlərindən danışmağa ixtiyarım yoxdur. Amma o ki qaldı ki, İslamın bu kimi şeylərə baxışı necədir? İslam 7-ci əsr ilə 12-ci əsr arasında dünyaya, bəşəriyyətə, demirəm İslam dövlətlərinə, dünyaya və bəşəriyyətə elə bir tövhələr vermişdir ki, bəşəriyyət tarixi bunu heç vaxt görməmişdir. Bəli, bugün sənayedə böyük inqilablar var, böyük sıçrayışlar var və bu qeyri-müsəlmanların ixtiraları ilə ortaya gəlir, danılmazdır. Lakin bunda günah müsəlmanlarda və İslamda deyil. Bunda günah müsəlmanların hazırdakı təhsildəki durumlarına məsuliyyət daşıyan insanların boynuna düşən şeydir. Mən insanlara dəstəmazı öyrədəndə, namazı öyrədəndə heç də onların bütün vaxtlarını götürmürəm ki, onların dünyavi elm öyrənməyə vaxtları qalmasın. Və həmçinin də İslam dini də bunu haram etmir və qadağan etmir. İnsanlar istədiyi sahədə inkişaf edə bilərlər. Və hətta günümüzdə belə istər idman sahəsində olsun, istər siyasətdə olsun, istər tibbdə olsun və digər sahələrdə müsəlmanlar deyildikdə, yəni dindar insanların ortaya qoyduğu böyük tövhələr vardır. Və bu da danılmazdır və hər kəs bunu görür. Sadəcə bu kimi kommentləri yazan insanların İslama qarşı bir sanki qərəzi var. Və o qərəzi bilmirlər ki, necə ortaya qoysunlar, bu kimi kommentlərlə fikir ifadə eləməyə çalışırlar. Və mən də kəsinliklə insanları bu kimi kommentlərin təsirinə düşməkdən çəkindirirəm və İslam dini çox gözəl dindir, çox əzəmətli dindir və sahəli, hər tərəfli dindir. Və İslam dininin baxanda hüquq bölməsi var, elmlərə yanaşma var və İslam alimlərinə baxanda görürsən ki, hətta şəriət alimləri olub ki, vaxtı ilə dünyavi elmlərdə də böyük tövhələri olub. İstər ədəbiyyatda, istər tibbdə, istər fizikada, istər kimyada, istər coğrafiyada və s. digər buna misallar çəkmək olar. Əməvi dövləti zamanında Əndəlüsdəki inkişaflar, Şam dövlətində olan inkişaflar bu danılmazdır. Yaxın keçmişə qədər dünyada yeganə ölkə olub ki, hazırki Suriya, ümumən desək, keçmiş adı ilə desək, Şam ərazisində tibb terminləri ərəb dilində işlənilmiş. Bu günləri hər yerdə bilirsin, tibb terminləri ya Yunan ya da ki, Latin terminləri ilə, sözləri ilə ifadə olunur. Amma təsəvvür edin ki, bunların tibbdə necə böyük ixtiraları və kəşfləri olmuşdur ki, bunlar termin olaraq ərəb sözlərini istifadə edirlər. Bu kimi şeylər danılmazdır. Və həmçində buna başqa səbəblər də var ki, Qərbin İslam dövlətləri üzərində, xalqları üzərində olan müstəmləkəçilikləri və bunların bu sümrüçilikləri ki, müsəlmanlardan elmi, mədəniyyəti götürüb yerin xurafatla doldurublar və onları elmdən geri salıblar. Və həmçində müsəlmanların ixtiraların, kəşflərinin öz adlarına götürüb və onun üzərində inkişaflar aparıblar ki, bu sizin gördüyünüz o sənayedəki olan inqilabın
bir çoxunun əslin müsəlman alimləri qoymuşdular. Ona görə əzizlərim, bir maraqlı qissə ilə sözümə son qoymaq istəyirəm. Bir dəfə bir şeyx məsciddə tələbələrinə Səhih Buxarini oxuyub və onu aşılayırmış və bir nəfər də sizin kimi komment yazanlardan biri girir məscidin içinə və deyir ki, ay şeyx, cəmaət gedib aya uçub, siz hələ burada Buxarini oxuyursunuz. Şeyx də deyir ki, əziz qardaşım, gəl sən otur bizimlə Buxarini oxu, biz yaradana qovuşmağa çalışırıq. Sən isə yaradılmışa qovuşmaqdan çalışırsan. Gəl bizimlə otur, yaradana qovuşmağa çalış. Yox, əgər sən onlarla birlikdə aya qovuşmağı bacarmısansa, nə gözəl. Amma deyirsən, ondan da məhrumsan, bundan da məhrumsan. Mən də həmin insanlara deyirəm, bax, bu günləri biri belə bir komment yazmışdı. Girirəm səhifəsinə baxıram, çox-çox üzr istəyirəm. Heç bir səviyyəsi olmayan paylaşımlar, heç bir səviyyəsi olmayan. Gic-gic musiqilər, gic-gic videolar. Amma gəlib mənim dərsimin altından komment yazır ki, cəmaət ana bətnində uşağı əməliyyat eləyir və yaxud da, nə bilim, kosmosda qəzet oxuyur, sizsə burada hələ dindən danışırsınız. Bəli, biz dindən danışacağıq. Və biz insanlara namazı, orucu, dəstəmazı və ən başda da təvhidi, tək Allahlığı öyrədirik. Əgər inanın ki, siz bunları hamısını öyrənmisinizsə, gəlin onda biz də sizinlə bərabər qoşulaq bundan sonra kosmos barədə və yaxud da sənaye inqilabında biz də öz sözümüzü deməyə çalışaq. Dərd burasıdır ki, ondan da avaradır, bundan da avaradır. Dil uzatmaqdan başqa heç nə bilmir. Allah'a emanet olun. Selamun aleyküm və rəhmətullah.